Asan Xidmət fəaliyyətində innovasiyaların tətbiqini genişləndirir. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, bu istiqamətdə əsas platformalardan biri İnnoland İnnovasiya Mərkəzidir və burada biznes ideyası olan gənclərə inkubasiya və akselerasiya dəstəyi göstərilir. Bu günədək 100-ə yaxın startap İnolanda inkubasiya mərhələsində keçib və layihələr innovativ həllərin formalaşmasına və gənclərin sahibkarlıq imkanlarının genişlənməsinə xidmət eləyəcək. Gəlin izləyək. Asan Xidmətin əsas digər istiqaməti innovasiyalardır. Bunu Real TV-nin efirində yayımlanan vacib sual verilişində Azərbaycan Respublikasının prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. İnnovasiyalar dedikdə biz həm dövlət xidmətləri sayəsində innovativ həllərin araşdırılması və tətbiq edilməsi istiqamətində işləyirik. Həm də startaplara dəstək sayəsində inkubasiya və akselerasiya mərkəzi var Asan Xidmətin tabeliyində. Onunla biz müəyyən startap ideyalara dəstək veririk. Bu il üçün uğurlu, Asan Xidmət üçün uğurlu nəticələrdən biri də innovasiyalar üzrə idarəetmə sistemi beynəlxalq sertifikatının alınmasıdır. Bu, Azərbaycanda ilk sertifikatdır ki, dövlət orqanı tərəfindən alınıbdır. İnnovasiyalar üzrə idarəetmə sistemi nə deməkdir? Yəni, belə bir sertifikatın verilməsi üçün təşkilatda, qurumda, bizim məsələyə yanaşsa, yəni Asan Xidmətdə innovasiya ekosistemi varmı, mövcuddurmu? İnnovativ layihələr Asan Xidmət Mərkəzində tətbiq edilirmi? İnnovasiya sahəsində maarifləndirmə aparılırmı və proseslər özü innovativ təşkil olunubmu? Yəni, bu tələblərə cavab verən təşkilata bu innovasiya üzrə idarəetmə sistemi beynəlxalq sertifikatı verilir və sizə demək istəyirəm ki, Azərbaycanın dövlət orqanları arasında ilk olaraq Asan Xidmət bu sertifikatı, bu beynəlxalq sertifikatı əldə edibdir. Bundan daha əvvəl keyfiyyət üzrə idarəetmə, hətta bir neçə il əvvəl 2015-ci ildə, 14-15-ci illərdə keyfiyyət üzrə ISO sertifikatı, idarəetmə ISO sertifikatı əldə etmişdi Asan. O dövrdə də ilk şeydi ki, dövlət orqanı olaraq keyfiyyət sertifikatı alırdı. Əməyin təhlükəsizliyə bağlı sertifikat alıbdır Asan Xidmət və bu ildə innovasiyalar üzrə idarəetmə sistemi sertifikatı əldə edə bildi. Bu cür sertifikatlar, sual ola bilər ki, niyə alınır, bizim üçün nəyə lazımdır? Bu, bizim bu fəaliyyətdə düzgün istiqamətdə gedib getməməyimizi göstərən bir meyardır. Yəni, biz əgər innovativ qurum deyiriksə özümüzə, innovasiyalar varsa bizim fəaliyyət istiqamətimizdə, innovasiya ilə bağlı düzgünlük prosesləri qurmuşuq, qərarlar düzgünmü verilir, ümumiyyətlə bu mühit varmı, ekosistem qurulubmu, yoxsa yox. Bu cür sertifikat bizim özümüz üçün təşkilat olaraq Dövlət Agentliyi və onun əməkdaşları, komandası üçün vacibdir ki, bu sertifikat təsdiq edir ki, biz iş prosesi düzgün qurulubdur və bu cürdə davam etmək lazımdır. Ülvi Mehdiyev qeyd edib ki, İnnoland Asan Xidmətin tabeliyində inkubasiya və akselerasiya mərkəzidir. Startaplar, bir biznes ideyası olan gənclər, onlar İnnolanda qəbul olunur, İnnoland tərəfindən seçildikdən sonra və onların o ideyasının biznesə çevrilməsi üçün onlara dəstək göstərilir. Bugünə qədər artıq 100 startap inkubasiya mərhələsindən keçibdir və ən vacib məsələ isə artıq görürsünüz, təkcə Bakıda deyil, Şamaxı, Sumqayıt, Sərdar, Lənkəran və Şəki Asan Xidmətlərinin mərkəzlərində artıq bu İnnoland mərkəzləri var ki, bu da regiondakı gənclərin aktivləşməsinə, yeni biznes ideyaların formalaşmasına güclü təkan verən amillərdən biridir. Və ən əsası odur ki, bugünə qədər Innoland rezidenti olan startaplar 29 milyon manat investisiya cəlb edə biliblər. Öz bizneslərinə, yəni bugün üçün tək Innoland səviyyəsində əlbəttə çox yaxşı rəqəmdir və burada əsas məqam. Biz baxsaq, bu investisiya hardan cəlb olunub? 81% xarici investisiyadır. Yəni, biz xarici valyuta Azərbaycanda olan startapa gəlib, axın edibdir və burada investisiya olunubdur o startaplara. Bu çox vacib bir məsələdir və baxsaq, investorlar və tərəfdaşlar, Techstar, Vplay, 500, bunlar startap dünyasında, bu innovasiya dünyasında olan insanların tanıdığı çox məşhur, dünyanın ən məşhur venture fəaliyyətlə məşğul olan şirkətlərdir ki, onlar bu investisiyaları yatırıblar
Və bu da əlbəttə Asan Xidmət və İnnoland adına böyük bir qürurdur. Həm də dolayısıyla iqtisadiyyatımıza, gənclərimizin məşğulluğunun artmasına, gənclərin biznesin inkişafına təkan verən amillərdən biridir. 8 bu günə qədər startap isə startap dili ilə desə exit edibdir. Yəni biznes artıq satılıbdır. Yəni özü də beynəlxalq şirkətlərə artıq çıxıbdır. Bəli, qlobal bazara çıxıbdır. Bugün görsəniz bizim Innoland mərkəzi Amerika, Türkiyə, Cənubi Koreya, Almaniya, Estoniya, Macaristan, Makedoniya, Litva ilə oradakı deməli aidiyyatı qurumlarla, mərkəzlərlə əməkdaşlıq edir. Müəyyən akselerasiya proqramları həyata keçirilir, inkubasiya proqramları həyata keçirilir. Qeyd edək ki, vacib sual verilişində Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə olan müsahibəyə bugün saat 21:00-da baxa bilərsiniz. Bəli, mən də bir daha təkrarlamaq istəyirəm ki, bu axşam saat 21:00-da mövzu ilə bağlı müsahibəyə vacib sual verilişində baxa biləcəksiniz.